Ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlar, hansı insanlarda ki, ürək-damar problemi var, ürəyində stent var və yaxud stentdən qurtulmaq istəyir, damar tıxanıqlığı varsa, ürəyin arxa divarında çat yaranıbsa infarktdan və infarkt insult riskindən uzaq olmaq istəyirsinizsə, sizlərə məsləhət görürəm ki, o 5.000, 10.000 dollar insanlar xərc çəkir, yəni stentə. Niyə özünüzü o vəziyyətə gətirirsiniz? O vəziyyətə gələnə qədər niyə görə ürəyinizi müalicə eləmirsiniz? Yəni, məyər bunu eləmək çətindirmi? Kimyəvi dərmanlarda deyil, təbii metodlarla. Ən azından insanlar xalq təbəbətindən öz evlərində nələrsə hazırlayıb istifadə eləmirlər. Məsləhət görürəm ki, ürək-damar xəstəliyi olanlar, ürək çatışmazlığı olanlar və damar tutulması, ürəyin arxa divarında çat olanlar, həmçinin ürəyində problem yaranmasını istəməyən insanlar, anjudan qaçmaq istəyən insanlar, əməliyyat masasına oturmaq istəməyən insanlar, xalikan istifadə edin. Xalikan qırmızı üzüm çəyirdəyi ilə hazırlanıb. Xalikan məhsulu xüsusi bir məhsuldur. Bu, Alman biotexnologiyasından hazırlanmış məhsuldur. Şərq təbabəti məhsuludur. 98% tutulmuş damarı mən 2 qutu xalikanla açmışam. Mümkündür bu. Məsləhət görürəm ki, istifadə eləyin, əla nəticələr əldə edəcəksiniz. Ürək orqanınızı anadan gəlmə eləmək istəyirsinizsə, mütləq xalikandan istifadə edin və bu fürsətdən yararlanın. Nömrəmiz profildə var, apteklərdə olmur, məhsul təbii olduğu üçün, bioloji fəallığa aid olduğu üçün sadəcə özümüzdə olur və Azərbaycanın istənilən bölgəsinə çatdırılmamız mövcuddur.